Salam, hər vaxtınız xeyir olsun. Bugün biz bir atomlu spirtlərdən danışacağıq. Spirtlərin bir atomlu spirtlərin ümumi formulu CN H2N plus 1OH-dır. Niyə deyirik bir atomlu spirt? Çünki bir dənə OH-ı var. OH qrupbası, funksional qrupbası bir dənədirsə də, bir dənə OH-ı varsa, deməli bir atomlu spirtdir. Və bu doymuş spirtdir. N böyükdür, bərabərdir 1-dən başlayır. Biz burada N-i yerinə 1 qoysaq, CH, N-i 1 qoyduğumuza görə yazmırıq. 2-ni də 1-ə vururuq, eləyirik 2, üstünə də 1 gəlir 3, CH3, OH. Əgər N-i yerinə 2 qoyuruqsa da, C2, H5, OH. N-i yerinə 3 qoyuramsa, C3, H7, OH. N-i yerinə 4 qoyuramsa, C4, H9, OH. N-i yerinə 5 qoyuramsa, C5, H11, OH. Belə formada davam edir aşağılar. Siz, bax, təkrar edirəm. N-in yerinə, bax, burada 1 qoymuşam mı? Məsələn, 1-də indi rəqəm düşmür bura. Məsələn, 2 isə bura qoysan 2, 2-ni vurursan 2, eləyir 4, üstünə 1 gəlsən 5. Bu qaydada davam edir. Spirtləri adlandıranda, əgər beynəlxalq adlandırırıqsa da, onda uyğun karbohidrogenin adının sonuna ol şəkildə əlavə olunur. Bu nə deməkdir? Məsələn, bir karbonu olan alkana biz nə deyirdik? Metan. İndi deyəcəyik metanol. Metanol. Əgər 2 karbonu olana etan deyirdiksə, indi deyəcəyik etanol. 3 karbonu olana propan deyirdiksə, buna deyəcək propanol. Butanol, pentanol, heksanol. Əgər bizdən spirti soruşursa, bilin ki, adından soruşursa, orada ol şəkilçisi olmalıdır. Yox, formulundan soruşursa, artıq biz CnH2n plus 1OH formulunu ödəməlidir. Bəzən spirtlərdə formul kimi yox, açıq formada formulunu yaza bilər. CH3, CH2, OH. Belə bir şey yaza bilər. Deyir, bunu adlandır. Harada OH qrupbası yaxında, oradan başlayıram. 1, 2, 3. Deyəndə deyirik nə? Propanol. Niyə deyirik propanol? Çünki 3 dənə karbonu var. Artıq 1 deyəcəyik. Niyə 1 deyəcəyik? Çünki birinci karbon atomumuzda nə var? OH qrupbası var. Və bunu adlandırıb deyə bilərik. Məsələn, tutaq ki, CH3, CH, aşağısına OH, təkqat CH3 yaza bilərəm. Bunu adlandıranda isə 1, 2, 3, deyəcəyik propanol, 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 2. Niyə 2? OH qrupbası ikinci karbon atomundadır. Bu, əgər rəqəm varsa, bilin ki, bu beynəlxalqdır. Bir də var səmərəli adlandırma. Səmərəli adlandırma necə daha uşaqlar? Səmərəli adlandırmada OH-ın birləşdiyi karbonu, bax, beləcə dairəyə alırıq. Buna deyirik ki, spirt, daha doğrusu deyirik karbinol, spirt yox, karbinol. Karbinol. Deyəndə deyəcək dimetil karbinol. Dimetil karbinol. Bu, bunun səmərəli adlandırılmasıdır. Məsələn, bizə belə bir şey düşə bilər. CH3 belə bir şey düşə bilər. Deyər, bunu məsəl üçün səmərəli adlandır, eyni zamanda beynəlxalq adlandır. Məsələn, beynəlxalq adlandırmamız belədir. Harada OH yaxında, oradan nömrələyirəm. 1, 2, 3, 4. Məsəl üçün, biraz işimizi dəyişdirək buradakı hidrogenin bir dənəsinə. Gətirək, metil də birləşdirək. Deyirik yenə 3 metil, metili qabağa salırıq. 3 metil. Neçə karbon var? 4 karbon var. 4-ə nə deyirik? Butan. İndi spirt olduğuna görə butanol. Amma ikinci karbondan çıxdığına görə butanol 2. Bu, bunun beynəlxalq adıdır. Təkrar edirəm. Rəqəm varsa, bilin ki, beynəlxalqdır. Yox, əgər bizdən beynəlxalqı yox, səmərəlisini istəyirsə də, onda nə edirsiniz? OH-ın birləşdiyi karbonu beləcə dairəyə alıram. Buna deyirəm karbinol. Karbinol. Və ən axırda çəkəcəm karbinol adını. Baxıram, bu radikalın adı metil.
Bunun adı isə izopropil. İzopropil. Deyirəm metil izopropil karbonol şəklində adlandırıla bilər. Bu hissələri də dedik. İndi gələk, spirtin qaz halında nümayəndəsi yoxdur. Metil spirtidir, etil spirtidir, mayedir. Ümumiyyətlə, spirtlərin ilk 11 dənəsi mayedir, sonra ali spirtlər bərkləşir. Molekul kütləsi artdıqca qaynama temperaturları artır, suda həll olması azalır. İzomerlərinin sayı da artır. Bunlarda izomerlik, vəziyyət izomerliyi OH-ın yerinə görədir. Məsəl üçün CH3, CH, OH, CH2, CH3. Bir də yaza bilərəm CH3, CH2, CH2, OH. Məsəl üçün, bunu adlandıranda deyirik butanol 1. Niyə butanol 1? Butanol 1, çünki OH birinci karbondan çıxır. Amma bunu adlandıranda deyəcək butanol 2. Niyə butanol 2? OH 2-dən çıxır. Və OH yaxın olan tərəfdən nömrələmək əsas şərtlərimizdən biridir. Bunu yadımızda saxlayaq. Bunların ikisinin də formulu C4H9OH-dır. Sadəcə olaraq bunlarda OH-ların yerləri fərqli olduğuna görə bunlar izomerdir. Amma necə izomer? Vəziyyət izomeri. Bunların siniflər arası izomerləri də var sadə efirlərlə. Məsəl üçün, tutaq ki, yazıram C2H5OH. Bu bildiyimiz etil spirtidir. Bir dənəsini də yaza bilərəm CH3, OCH3. Amma bu spirt deyil. Bu spirtdir. Bir atomlu spirtdir. Niyə bir atomlu? Bir dənə OH var. Amma bu spirt deyil, efirdir. Sadə efirdir. Bunlar siniflər arası izomerdir. Hər ikisinin formulunu yığcam yazası olsaq, C2H6O'dur. Hər ikisinə aiddir. Amma bu sinif olaraq spirt sinifidir. Bu sinif olaraq sadə efir sinifinə aiddir. Sizin qabağınıza çıxa bilər bir atomlu birli spirt. Bu nə deməkdir? CH3, CH, CH3, CH2, OH, CH3, CH, altından OH yazıram, CH3. Yaza bilərəm CH3, C, yuxarı CH3, aşağı OH, dəqqət CH. Karbonların sayını biraz az yazmışam. Baxın, bu spirtdir, bəli. Neçə atomlu spirtdir? Tez OH-ın sayına bax. Deyirsən ki, bir atomlu. Bir də sizə düşəcək bir atomlu neçəli spirt oldu. OH-ın birləşdiyi karbonun, yəni bunun, OH-ın birləşdiyi karbonun bir dənə karbonla əlaqəsi varsa, onda bir atomlu birli olur. Bir atomlu birli olur. Əgər OH-ın birləşdiyi karbonun, bax OH bu karbona birləşir. Bu karbonun baxaq görək neçəsindən əlaqəsi var. Bir dənə bununla əlaqəsi var. Bir dənə bununla əlaqəsi var. Bir dənə də bununla əlaqəsi var. Olur bir atomlu üçlü. OH-ın birləşdiyi karbon bu karbondur. Bax, bu karbonun bir dənə bu karbonla əlaqəsi var. Bir dənə də bu karbonla əlaqəsi var. Olur bir atomlu ikili. Təkrar edirəm. OH bir dənədirsə bilin ki, bir atomludur. OH-ın birləşdiyi, yəni hidroksil qrupbasının birləşdiyi karbonun bir karbonla əlaqəsi varsa, bir atomlu birlidir. Bax, burada bir dənəsinin əlaqəsi var idi. Buna görə birlidir. İki atomla əlaqəsi varsa, yəni OH-ın birləşdiyi karbonun iki karbondan, atomdan yox, iki karbondan əlaqəsi varsa, bir atomlu ikilidir. Üç karbonla əlaqəsi varsa, bir atomlu üçlüdür. Başa düşdük. Davam edək. Gəlirəm spirtlərin alınması. Spirtlərin alınması o qədər də çətin deyil. Əslində biz spirtin alınmasını azdan çoxdan eşitmişik əvvəlki dərslərimizdə. Məsələn, deyirik monohalogenli törəmə. Monohalogenli törəmə. Bu nə deməkdir? Halogen xlor ola bilər, brom, yod ola bilər. Mono deməkdir bir dənə. Məsələn, tutaq ki, yazıram C2H5 xlor.
Üzərinə gəlirəm qələvi. Qələvi də natrium OH götürürəm. Kalium OH da götürə bilərsiniz, fərqi yoxdur. Amma suda məhlul. Spirtdə olmaz. Spirtdə olanda alken alınır. Natriumla xlorlar getdi işinə. Oldu natrium xlor. Çətin deyil. Üstə gələk. Yaxşı, natrium xlor çıxıb. Bunun xlor yeri boşdur axı. O xlor olmayan yerinə, çıxan xlorun yerinə OH daxil olur. Olur C2H5OH. Başa düşdük nə demək istəyirəm və ya buradan yazmayaq. Bu tərəfdən yazaq. C2H5OH. Bu bir alınma üsuludur. İkinci alınma üsulu dəm qazının üzərinə hidrogen gəlməklə çox düşən suallar içindədir. Metil spirt alınır. Konkret burada bir spirt alınır. Yəni siz burada mən misal üçün etil xloridi yazdım. Siz propil xlorid də yaza bilərsiniz. İzopropil xlorid yaza bilərsiniz. Bir xlor butan yaza bilərsiniz. Yəni bunun ümumi bir dənə bu etil spirtin alınması deyil. Ümumi spirtlərin alınma reaksiyasıdır. Məsələn, CO-nun üzərinə hidrogen gəlirəmsə, mən CH3 OH-a çevirə bilərəmmi? Bəli, CH3 OH-a çevirir. Çox düşür. Bu sırf metil spirtin alınma üsuludur. Üçüncüsü də bir gələm 4. Bura bir dənə 2 yazıram, işim tamamlanır. Sonra necə ala bilərəm? Sonra alınma üsulu necədir? Məsələn, glukoza C6H12O6. Qızqırdıram spirtə. Spirtə qızqırdanda etil spirt alınır. C2H5OH. Bir də CO2. Glukozanın qızqırma reaksiyalarındandır. Videomu bir dəfə dayandırın, özünüz də təzədən başa düşməyə, analiz eləməyə çalışın ki, görün nəyə başa düşdünüz, nəyə başa düşmədiniz. Gedəm spirtlərin kimyəvi xassələrinə. Yadımızda saxlayaq ki, bizim danışdığımız spirtlər doymuş bir atomlu spirtlərdir. Spirtlərdə funksional qrup OH-dır. Bunu unutmursunuz. Spirtlərdə funksional qrup OH qrupasıdır. Yəni spirtin işlərini görən, spirtin reaksiyalarını aparan OH-dakı hidrogendir əsas işi görən. Məsəl üçün, mən C2H5OH-ın üzərinə natrium gəlirəmsə, bu reaksiya gedərmi? Bəli, gedər. Amma harda gedər? OH-dakı hidrogendə. Natriumla hidrogen birləşəcək, olacaq C2H5O natrium. Plus, əgər mən bunu 1 mol götürmüşəmsə, onda 0,5 hidrogen. Bu bizim işimizə çox yarayacaq. Bunu yaxşı başa düşmək lazımdır. Məsəl üçün, gəlin buna baxaq. C3H7OH bildiyiniz propil spirtidir. Məsələn, bunun üstünə kalium gələk. Baxıram, reaksiya harda gedər? Öz-özümə fikirləşirəm. OH-dakı hidrogendir. Bax, görürsünüz, oksigen qalır. Gedən reaksiya hardadır? Hidrogen. Olacaq C3H7O natrium. Plus 0,5 mol hidrogen. Onda biz belə bir qərar verə bilərik. Belə bir şey yadımızda saxlaya bilərik. Belə bir qeyd götürə bilərik. CnH2 plus 1OH, yəni bir atomlu spirtin üzərinə 1 mol bir atomlu spirtin üzərinə 1 mol metal gələsi olsam, neçə mol hidrogen ayrılırlar? 0,5 mol hidrogen ayrılırlar. Bunu bir qayda kimi qeyd dəftərinizdə götürün. Amma bunu 2 mol götürəsi olsaq yoldaşlar, şu konkret bu neçə olacaqdır? 1 mol. Bunu diqqət yetirin. Mənim dediyim 1 mola aiddir. Sonra spirtlər ən çox reaksiyalarından biri hansılardır? Spirtlərin reaksiyalarından biri onun oksidləşmə reaksiyasıdır. Spirtin dehidratlaşma reaksiyasıdır. Birinci dehidratlaşmasına baxaq. Dehidratlaşma. Bu nə deməkdir? Bir sözün ki qabağında D görürsünüzsə, bilin ki oradan nəsə çıxır. Hidrat su deməkdir, yəni suyun çıxması. Əgər dehidrogenləşmə işitsəz, bilin ki oradan hidrogen çıxır. Məsəl üçün, tutaq ki CH3, CH2, bir dənə də yazıram OH. Temperatur 140-dan böyük şərt qoy mənə. Yəni dehidratlaşma da öz başına olmur. Müəyyən bir temperatur şəraitində olur. Tez özüm üçün baxıram ki, burada su alınacaq. Yəni HOH. Yəni burada konkret su alınacaq da bizim alınacağımız dehidratlaşmada su alınacaq. Mən OH-ı, yəni hidroksil qrupasını buradan çıxardıramsa uşaqlar,
Artıq bu karbon OH, yəni hidroksil payını veribdir. Bunun su ola bilməsi üçün nə lazımdır buna? Hidrogen. Hidrogeni buradan çıxarda bilməzsiniz. Hidrogeni buradan çıxardacaqsınız. Yəni bir dənə hidrogen çıxardacaqsınız. Çünki bizə bir dənə hidrogen lazımdır. Və çıxartdım hidrogeni. Nə qaldı burada? Buradan bir dənə hidrogen çıxartdım. Nə qaldı? CH2. Xətt qoyuram hələ ki CH2. Düzdürmü? Buradan OH çıxartmışam. Buradan da hidrogen. Və bunların arasına bir dənə 2 qat əlavə edirəm. Deməli sözümüzdən bu çıxır ki, spirtlərin dehidratlaşmasından alken alınır. Bir şərtlə. Temperatur 140-dan böyük olsun. 140-dan kiçik olsa alınmaz. Gəlin bir başqasına baxaq. Məsəl üçün yazıram 2 metil butanol 1. 2 metil butanol 1-də butanol neçə dənə karbonu var butanda? 4. Yazıram 1, 2, 3, 4. 2 metil, yəni ikinciyə metil. Bax, ikinciyi gətirəm, metili buraya yazıram. 1 deyirsə də OH buradan olmalıdır. Məsələn, bəzi uşaqlar nə edirlər? Gətirirlər metili buraya yazırlar. OH-ı da buraya yazırlar. Olmaz. Ona diqqət yetirmək lazım. Yəni sayanda bizə 2 metil butanol 1-i versin. Xətt qoyuram. Bir karbondan 4 xətt çıxmalıdır. Biri var, bir dənə bu xətt var, 3-ü yoxdur. CH3. 2 dənə xətt var, 2 dənəsi yoxdur deyə onu hidrogendən əvəz edirəm. CH2. 3 dənəsi var, bir dənəsi yoxdur. H. 2 dənəsi var, 2 dənə xətti yoxdur, onu H2 ilə əvəz edirəm. Və adlandıranda da sual işarəsi yaranmasın deyə 1, 2, 3, 4 deyəcəksiniz. 2 metil butanol 1. İndi mən bunun üzərinə, daha doğrusu üzərinə yox, dehidratlaşdırırıq da bunu, düzdürmü? Bunu dehidratlaşdırırıq, amma temperatur 140-dan böyük. 140-dan böyük dehidratlaşdıranda bizə nə lazımdır? Su çıxacaq, düzdürmü? Buradan su çıxacaq. Yazıram HOH. Su toplayanda H2 onu verir də bizə. Məsələn, mən buradan OH-ı çıxartdım. Bəli, hidroksil qrupasını çıxartdım. Artıq bu karbon hidrogen verə bilməz. Nə də gedib buralardan çıxarda bilməzsiniz. Yanındakından çıxartmalısınız. Hidrogeni də bundan çıxarda bilərsiniz. Uşaq sual verə bilər. Müəllimə, buradan çıxartmaq olar? Xeyr, olmaz. Bax, buradan çıxardacaqsınız. Niyə olmaz? Çünki rabitə düzəlməyəcək. Biz alken alırıq. Nə qaldı? CH3, xətt, CH2, xətt, C, aşağı CH3. Yenə xətt qoyuram, CH2. Artıq OH-ı buradan çıxartmışamsa, yoxdur OH, hidrogeni də buradan çıxartmışamsa, gətirirəm onun arasında bir dənə 2 qatı qoyuram. Deməli, alkeni alıram. Dehidratlaşma reaksiyasında temperatur 140-dan böyükdürsə, nə alınır uşaqlar? Alken alınır. Bəs müəllimə 140-dan kiçik olanda nə alınır uşaqlar? Fikirləşək görək. 140-dan kiçik olanda nə alınır? Buradan isə sadə efir. Məsəl üçün CH3, OH. Üzərinə gəlirəm C2, H5, OH. Mən bunu belə də yaza bilərəm. Mən hər spirti 2 mol götürə də bilərəm. Heç bir fərqi yoxdur. Temperatur 140-dan kiçik olsun bu dəfə. 140-dan kiçik. Bax, böyükdür, indi kiçikdir. Nə edirsiniz? Həmin işdir. Yenə dehidratlaşmadır. Amma necə? Hidroksil qrupasını bir spirtdən, hidrogeni isə bir spirtdən çıxardırsınız. Yerini dəyişik çıxartmaq olarmı? Yəni necə? Buradan OH yox, hidrogen çıxardım. Buradan isə OH-ı çıxardım. Ola bilər. İndi mən burada birincidən hidroksil qrupasını çıxartdım. İkincidən isə hidrogen çıxartdım. Oldu? HOH. Üstə gelin. Nə qaldı? CH3. Oksigeni gətirirəm ortaya. Diqqət C2H5. Bu deyirlər sadə efir. Sadə efir. Özdə necə sadə efir? Qeyri-simmetrik. Niyə qeyri-simmetrik? Çünki oksigenin solunda və sağındakı elementlər, radikallar eyni deyil.
Ona görə qeyri-simmetrik adlana bilər. Yaxşı, gəlin belə götürək C2, H5OH. Və yaxud da ki, bunu çox yazdıq. Gətirin başqa bir spirt götürək. CH3, CH. Bildiyimiz 2 propanol 2 götürdüm. Sadəcə olaraq izopropil spirt. Temperatur da 140-dan kiçik götürdüm. Amma bir şərtlə də 2 mol götürdüm. Bayaq bundan qabaqkında hərəsindən 1 mol götürmüşdüm. İndi burada bir dənə izopropil spirtin götürdüm, amma 2 mol götürdüm. Bunun açılışı bu deməkdir də, yəni 2 dənə izopropil. Yəni budur. Bax, açılışını da yazıram ki, daha dəqiq başa düşəsiniz. Baxın. Bildiyimiz izopropil. Temperatur 140-dan kiçik olanda bizə yenə su çıxmalıdır. Mən suyu çıxartmaq istəyirəm, çünki dehidratlaşmadır. OH-ı bu dəfə buradan çıxardıram. Hidrogeni də bundan çıxardıram. Все. Artıq OH-ı buradan çıxartmışamsa, hidrogeni də artıq buradan çıxartmışamsa, artıq qutardı. Üstə gələk. Olduğu kimi köçürdürəm. CH3, CH, CH3, xət. Bunun nəyə qalıb? Oksigen, xət, CH, aşağı CH3, təşkilat CH3. Buna deyirik izopropil, diizopropil efiri. Di niyə dedik? Diizopropil efiri. Niyə dedik diizopropil efiri? Çünki baxın, izopropil radikaldır. Neçə dənədir? 2 dənədir. Niyə deyirik di? 2 dənə olduğuna görə. Simmetrikdir, qeyri-simmetrik. Deyirik simmetrikdir. Niyə? Sağınla solu bərabərdir. Ümid edirəm ki, başa düşürsünüz. Gəlirəm spirtlərin təyini reaksiyasına. Spirtlərin təyini reaksiyası necədir? Bir atomlu birli spirtin oksidləşməsindən yadınızda qalsın ki, aldehid alınır. Siz qabağınıza çox testlər düşə bilər, çox reaksiyalar düşə bilər. Amma üzvi kimyada qaydanı bildin, tətbiqi bildinsə, sizə nə qədər test versələr, siz onların üstünü rahatçılıqla işləyə bilərsiniz. Sadəcə başa düşmək lazımdır. Baxın, tutaq ki, yazıram CH3, CH2OH. Bu bildiyimiz etil spirtidir. Bu bildiyimiz bir atomlu spirtdir. Bir atomlu birli spirtdir. Bunun miso ilə təyin edirəm. Yadımızda saxlayaq, bir atomlu birli spirtin oksidləşməsindən aldehid alınır. Hələ ki, aldehidi bilmirik də dərs olaraq. Çünki spirtlər aldehidlərdən qabaq gəlir. Ona görə aldehid olan hissələrə çox toxunmadım bu dərsdə. Hələ ki, bildiyiniz yerlərdən gedirik. Məsəl üçün, bir atomlu birli spirt deyirik, düzdürmü? Baxıram ki, bu bir atomludur, OH bir dənədir. Mən baxıram ki, OH-ın birləşdiyi karbonun, yəni bunun bir dənə karbondan, yəni bundan əlaqəsi var. Bir atomlu birlidir. Və bunu beləcə dairəyə alırsınız. Aldınız dairəyə. Misi çıxardın, qoyun reaksiyanın sağına. Artıq mis yoxdur. Fikirləşirəm, oksigenə nə lazımdır ki, su olsun? 2 dənə hidrogen. Bəs mən 2 dənə hidrogeni hardan çıxardım? Bax, ikisini də buradan çıxardım. 2 dənə hidrogen, bir dənə oksigenlə birləşdi, oldu H2O. İndi nə qaldı burada? Qaldı CH3. Tək xət, bir dənə karbon qalıb. Karbon. Bir dənə oksigen qalıb. 2 qat oksigen. Bir dənə də hidrogen qalıb. Tək qat hidrogen. Buna deyirlər aldehid. Sinif olaraq aldehiddir. Amma sirkə aldehididir. Sadəcə siz aldehidi bu dəqiqə üzrə keçməyibsiniz deyə daha adını vurğulamıram. Sinif olaraq aldehid bilin hələ ki. Artıq o birisi dərslərdə müəyyənləşdirib deyəcək hansı aldehiddir, hansı növündədir, adı nədir aldehidin. Gəlin bir başqasına baxaq. Məsəl üçün yazıram 2 metil propanol 1. 2 metil, ikinciyə metil, propanol 1, CH2OH. Uşaqlar bəzən OH-ı buradan yazır, heç bir fərqi yoxdur. Sadəcə olaraq mən orada aldehid qrupasını bildirmək üçün OH-ı bu tərəfdən qoyuram. Üzərinə gələn miso.
Deyirəm, bu neçə atomlu spirtdir? Baxıram ki, OH bir dənədir, deməli bir atomludur. Baxıram neçəli spirtdir? Deyirəm, OH-ın birləşdiyi karbon bu karbondur. Bircə dənə də bununla əlaqəsi var. Deməli, bir atomlu birlidir. Və yaxud heç nə yadınızda qalmasa, gördünüz ki, CH2OH var, bilin ki, o bir atomlu birlidir. Onda yadınızda qalacaq. Məsələn, bunu mis gətirdik, qoyduq çölə. Oksigenə nə lazımdır? 2 dənə hidrogen. Mən hidrogeni buradan çıxardıram. Üstə gəlir H2O. Yazdıq mı yoldaşlar? İndi yazıram CH3 tək xətt CH olduğu kimi köçürdürəm də. Yəni hidroksil qrupbasının olduğu karbonda gedirdiyi proseslər. Bu hissəni olduğu kimi köçürtdüm. Tək xətt C 2 qat oksigen, bu oksigen və tək xətt hidrogen. Çevrildi aldehidə. Düzdür, bu 2 metil propanaldır. Adı 2 metil propanal. Sadəcə biz aldehidləri keçməmişik deyə, sadəcə o sinif olaraq aldehid deyin, bəsdir. Bir atomlu ikili spirtin oksidləşməsindən isə, məsəl üçün CH3, CH, aşağı OH, tək xətt CH3. Bu bir atomlu ikili spirtdir. Bir atomlu ikili spirt. Üzərinə gəldim miso. Gəldim mi? Bir atomlu ikili spirtdir. Yadımızda qalsın, bir atomlu ikili spirtin oksidləşməsindən alınır keton. Sinif olaraq keton. Məsəl üçün, bunu tez dairəyə alıram. Bunu da beləcə dairəyə aldım. Misi qoydum çölə. Mislə işim yoxdur. Fikirləşirəm, oksigenə nə lazımdır? Ki, su olsun. 2 dənə hidrogen. Biri buradan, biri də buradan. Düzdür? Oksigenin su ola bilməsi üçün buna 2 dənə hidrogen atomu lazımdır. Hidrogen atomunu dairəyə aldığım karbondan, bax bir dənə hidrogen buradan çıxardıram, bir hidrogen isə buradan çıxardıram. Olur H2O. Üstə gələk, yenə köçürdürəm CH3, tək xətt C, 2 qat oksigen, tək xətt CH3. Bu isə sinif olaraq keton adlanır. Nə adlanır uşaqlar? Keton. Düzdür, propanon 2-dir. Amma ketonu keçməmişik deyə hələ bilmirik tam. Keton alına bilər. Gəlin bir başqasına baxaq. Siz bir qaydanı öyrəndiniz, tez oradan nə alınacağına qərar verməyin. Əvvəlcə baxın, görün o spirt bir atomludur, 2 atomludur. Biz hələ ki bir atomludayıq. Bir atomlu neçəlidir? Birlidir, ikilidir. Buna fikir verin. CH3, CH-OH, tək xətt C, yuxarı CH3, aşağı CH3, CH3. Üzərinə gəldim miso. Bu neçə atomlu spirtdir? Sizə sual. Neçə atomlu spirtdir? Bu spirt. Neçəli spirt? Və bu reaksiyadan nə alınır? Mənə dərsdə və yorumlarda yazarsınız. Diqqətinizə görə minnətdarım. Sağ olun.